deyirəm ki, bir insanın hər şeyi belə gündəm ola bilər, yəni. Ay başqa dönüm. Ölkənin 99% qızlarının hamısı dodaq dolğusu eləyir. Bunu orada hansı ağılla, məntiqlə yazırsınız ki, dodaq belə yekədir, belədir, elədir. Bu mənim dodağımdır, mənə xoşdur, sənə nə var adama deyərlər. İkincisi, bunu zaten hamınız qızlar bilirsiniz ki, dodağı vuranda ilk bir ay zaten şiş qalır, hələ ödəmə meyillisənsə. Mənim dodağım günü-gündən balacalaşır. Yəni, mənim dodağımın böyük olmamağı sizə niyə bu qədər sizi narahat edir? Mənə xoş, məni istəyən hər kəsə belə xoş. Sizə nə? Bir özünüzlə maraqlanın, özünüzə vaxt ayırın. Mənim həyatım mənim həyatımdır. Mən nəyi, necə yaşayıram, hansı hissi keçirdirəm, bunu mən bilərəm. Mən heç kimə açot vermək məcburiyyətində deyiləm, də kimdənsə icazə alıb nəsə etmək məcburiyyətində deyiləm. O qədər gözəl olar ki, hər kəs öz həyatı ilə maraqlansa, hər kəs öz həyatındakı problemləri həll eləməyə çalışsa. Mənim heç kimlə işim yoxdur. Bugünə qədər də heç kimlə işim olmayıb. Mən ümumiyyətlə ayrı bir dünyayam. Mənim yəni ancaq başım öz qızıma və özümə qarışıb, öz ailəmə qarışıb, öz işimlə məşğul olmağa çalışıram. Sizi mən niyə bu qədər narahat eləyirəm? Məni sevirsinizsə sevin, sevmirsinizsə sevməyin. Bu sizin öz hissinizdir. Mən heç kimi məcbur edə bilmərəm. Mən nəyəm, oyam. Heç birinci başsalımı insanlar nəyə görə bu qədər negativ ötürməyə çalışırlar? Mən bu qədər negativliyin içində çalışıram biraz pozitiv qalım. Çünki həyat doğrudan da o qədər qısadır ki, nəyisə yəni boşuna düşünməyə belə vaxt itirmək olmaz. Hər an başımıza hər şey gələ bilər. Bəlkə mən buradan çıxıb sağalmayacağam heç.